vaxtilə Azərbaycanın tarixi torpağı olan, əzəli torpağı olan Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşməsi demək olar ki, böyük Türk dünyasını coğrafi baxımından parçaladı. Yəni, Türk dünyasının bir vahid ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti 10 illiklər ərzində dayandırılmışdır. Ancaq bugün biz qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndirir. Düzdür, coğrafi baxımından bugün bizim aramızda Ermənistan tərkibində olan Azərbaycanın qədim diyarı olan Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində Türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bugün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın. Təşkilatımızın təməl sənədi olan Naxçıvan sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alır. Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. Naxçıvan sazişi olduqca vacib bir sazişidir. Bu qısa dövr ərzində bizim təşkilatımız dinamik şəkildə inkişaf etmiş və bizim regional səviyyədə təşkilatımızın nüfuzunu gücləndirmişdir. Məşhur Azərbaycan şairi Bəxtiyar Vahabzadə vaxtilə qeyd etmişdi ki, Türkün türklə ədavətə haqqı yoxdur. Bizim ağsaqqalların dedikləri bu sözləri çox yüksək tutmalı və Türk dövlətlərini bir araya gətirməkdə əlimizdən gələni etməliyik. Bugün biz gözəl Qarabağın inkişafının Şuşa, Xankəndi və Ağdam şəhərlərində həyata keçirilən işlərin şahidiyik. Biz sizin yaxın dostlarımız kimi bu inkişafa olduqca sevinirik. Heç bir mübaliğəsiz demək olar ki, Ermənistanla imzaladığınız sülhlə bağlı birgə bəyannamə məhz sizin siyasi iradəniz sayəsində mümkün olmuşdu. Və bu, Türk dövlətlərinin birgə nailiyyətidir. Bugün bir kez daha Türk devletleri olarak aramızdaki dayanışma, karşılıklı saygı ve kardeşlik ruhuyla geleceğe emin adımlarla yürüdüğümüzü gösterdik. Büyük Türk dünyasını daha da güçlendirerek çocuklarımıza miras bırakacak olanlar bizleriz. Türk Dövlətləri Təşkilatı birgə tarixə, mədəniyyətə, irsə və dilə malik qardaş xalqları bir araya gətirir. Mərkəzi Asiya regionu və bu region Avropa İttifaqının qızıl ehtiyatıdır. Bizler aynı gönül coğrafyasının, aynı medeniyetin ve aynı kökten beslenen ortak bir tarihin mirasçılarıyız. Bugün burada yalnızca bir araya gelmiyoruz. Ortak geleceğimizi birlikte şekillendiriyoruz. Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin təmin edilməsi tarixi əhəmiyyətə malikdir və bu, Türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.